Değerli izləyicilər, Azərbaycan Ədəbiyyatı müəllimləri, ibtidai sinif müəllimləri, o cümlədən abituriyentlər və şagirdlər. MİQ sertifikasiya mətnləri silsiləsindən 5-ci dərsimizə başlayırıq. Əvvəlcə həmişə olduğu kimi 5-ci mətnin suallarını sizin üçün səsləndirirəm. Bu, keçən dəfə 4-cü dərs izləmiş şəxslər üçün aydın olan mətindir. Çünki bilirsiniz, MİQ və sertifikasiyaya bir mətin düşür ki, o mətinlə bağlı 3 sual olur. O mətin biraz həcmcə də böyük olur. Həmin mətnin ikinci sualı, yəni bizim də dərsimizin 5-ci sualını sizin üçün səsləndirirəm, sonra yenə mətni səsləndirəcəyim. Mətnə əsasən səhv fikirləri müəyyən edin. 1. Mətnin hansı üsluba aid olduğunu müəyyən etmək olmur. 2. Böyük ölkələr müxtəlif prinsiplərlə müəyyən edilmiş olsa da, kiçik ölkələrin hansı prinsiplərlə müəyyən edildiyi göstərilməmişdir. 3. Ölkələr arasında mübahisə və yaxud münaqişələrin olmasının labüdlüyü əsaslandırılmışdır. 4. Altından xətt çəkilmiş hissə çərçivədəki hissənin şərhi olmaqla yanaşı, fikrin konkret və dəqiq ifadə olunması ilə seçilir. İndi mən sizin üçün mətni səsləndirirəm. Burada bir ifadəyə rast gəldiniz. Altından xətt çəkilmiş hissə çərçivədəki hissənin şərhi olmaqla yanaşı, fikrin konkret və dəqiq ifadə olunması ilə seçilir. Həmin çərçivədəki hissəni və altından xətt çəkilmiş hissəni xüsusi vurğulayacaq. Dünyada 200-dən çox müstəqil dövlət vardır. Onlar müxtəlif xüsusiyyətlərinə görə fərqlənir. Hər bir ölkənin özünə məxsus coğrafi mövqeyi var. Coğrafi mövqeyi bu çərçivə içərisində olan ifadədir. Arxası ilə gələn ifadələr isə altından xətt çəkilmiş ifadələrdir. Ölkənin digər dövlət və coğrafi obyektlərə okean, dağ və s. nəzərən yerləşməsidir. Çərçivədəki hissə coğrafi mövqe, altından xətt çəkilmiş hissəni bir də səsləndirirəm. Ölkənin digər dövlət və ya coğrafi obyektlərə okean, dağ və s. nəzərən yerləşməsidir. Ölkələr okean və dəniz sərhədlərinə malik olduqda, onların coğrafi mövqeyi əlverişli hesab edilir. Su sərhədləri olmayan və ya dağlıqda yerləşən ölkələrin coğrafi mövqeyi əlverişsizdir. Adətən, həmsərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir. Sərhədlər təbii obyektlərdən, sıra dağlar, çaylar, göl sahilləri boyunca keçə bilər. Qonşu ölkələrin arasındakı sərhədlər razılaşdırıla bilmədikdə, onlar arasında mübahisə, hətta münaqişələr də baş verir. Ölkələri ərazisinin böyüklüyünə, əhalisinin sayına görə də qruplaşdırmaq olar. Rusiya ərazisinə, Hindistan əhalisinə görə daha böyük dövlətdir. Vatikan, San Marino, Monako isə mikro ölkələrdir. Çağdaş dünyada ölkə üçün ən qiymətli olan nə ərazi böyüklüyü, nə də coğrafi mövqedir. Əsas insan kapitalıdır. Mətni ikinci dəfə səsləndirirəm. Dünyada 200-dən çox müstəqil dövlət vardır. Onlar müxtəlif xüsusiyyətlərinə görə fərqlənir. Hər bir ölkənin özünə məxsus coğrafi mövqeyi var. Coğrafi mövqeyi bu çərçivə içərisində olan ifadədir. Ölkənin digər dövlət və ya coğrafi obyektlərə, okean, dağ və s. nəzərən yerləşməsidir. Bu da altından xətt çəkilmiş ifadədir. Ölkələr okean və dəniz sərhədlərinə malik olduqda, onların coğrafi mövqeyi əlverişli hesab edilir. Su sərhədləri olmayan və ya dağlıqda yerləşən ölkələrin coğrafi mövqeyi əlverişsizdir. Adətən, həmsərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir. Sərhədlər təbii obyektlərdən, sıra dağlar, çaylar, göl sahilləri boyunca keçə bilər. Qonşu ölkələrin arasındakı sərhədlər razılaşdırıla bilmədikdə, onlar arasında mübahisə, hətta münaqişələr də baş verir. Ölkələri ərazisinin böyüklüyünə, əhalisinin sayına görə də qruplaşdırmaq olar. Rusiya ərazisinə, Hindistan əhalisinə görə daha böyük dövlətdir. Vatikan, San Marino, Monako isə mikro ölkələrdir. Çağdaş dünyada ölkə üçün ən qiymətli olan nə ərazi böyüklüyü, nə də coğrafi mövqedir. Əsas insan kapitalıdır. Dediyimiz kimi siz bu anda videonu saxlayırsınız, sualı cavablandırmağa çalışırsınız. Ondan sonra isə mən mətni oxu şəklində sizin üçün, sizin gözünüzün qabağına gətirirəm və özünüzü yoxlayırsınız ki, görəsən dinlədiyiniz mətni daha yaxşı cavablandırırsınız, yoxsa oxuduğunuz mətni. Çox güman ki, insan oxuduğu mətni daha yaxşı cavablandıra bilir, daha yaxşı başa düşür. Çünki mətn gözünün qabağındadır.
Bu anda da siz videonu saxlayıb işlərdən cavablandırırsınız. İndi biz 4-cü dərsimizin, 4-cü mətnimizin doğru cavabı və şərhi ilə məşğul olaq. 4-cü mətnimizdə sual belə idi. Yəni 4-cü sualımızda. 4-cü sualımız belə idi. Eyni mətn idi. Mətnin strukturu ilə bağlı doğru fikirləri müəyyən edin. Birinci fikir bu idi. Mətnin əsas hissəsində, giriş hissəsində deyilmiş fikir şərh edilmişdir. Mətnin əsas hissəsində nə deyilir? Giriş hissəsində dünyada 200-dən çox müstəqil dövlət vardır. Onlar müxtəlif xüsusiyyətlərinə görə fərqlənir. Və əsas hissədə biz görürük ki, fərqlənmə nədən göstərir? Göstərilir ki, ölkələrin coğrafi mövqeyinə görə əlverişli və yaxud əlverişsiz hesab edilir. Sonra ölkələrin sərhədlərinin müəyyənləşməsi məsələsində problemə toxunulur. Yəni müxtəlif xüsusiyyətlərə görə fərq. Və yaxud ölkələr ərazisinin böyüklüyünə, əhalisinin sayına görə fərqlənir. Yəni ölkələrin böyüyü var, balacası var, sərhədlər arasındakı problemlər var və yaxud coğrafi mövqeyin əlverişli olub olmaması məsələsi var. Deməli, giriş hissədə söylənilmiş, onlar müxtəlif xüsusiyyətlərinə görə fərqlənir fikri, əsas hissədə nə edilir? Şərh olunmuş olur. Ona görə birinci fikrimiz doğrudur. 2-də yazıb ki, mətnin tərkib hissələri arasında əlaqə zəifdir. Məsələn, bunu sübut eləmək olmaz. Yəni, giriş hissədə söylənilib ki, onlar müxtəlif xüsusiyyətlərinə görə fərqlənir və ondan sonra xüsusiyyətlər sadalanıb. Axırda da yazıb ki, bunların heç bir mənası yoxdur. Əsas insan kapitaldır. Yəni, ölkənin ərazisinin böyük olması, təbii sərvətləri falan, bunlar önəmli deyil. Ən qiymətli olan nədir? İnsan kapitalı. Deməli, ikinci fikir səhvdir. 3-də yazıb, əsas hissəni şərti olaraq 3 hissəyə bölmək olar. Bu nə demək? Altından xətt çəkdiyim yuxarıdakı hissə ki var. Burada əsas hissədə nədən danışılır? Ölkələrin coğrafi mövqeyinin əlverişli olub olmamasını. Bu hissədə isə, indi ikinci çəkdiyim hissədə isə, ölkələr arasında sərhədlərin tənzimlənməsi məsələlərindən danışılır. Burada əsas hissənin son abzasında isə ölkələrin böyüklüyünə, balacalığına görə, əhali sayına görə bölünməsindən danışılır. Deməli, əsas hissəni şərti olaraq 3 hissəyə bölmək olar. Bu fikir doğrudur. Deməli, birinci fikrimiz doğru, üçüncü fikrimiz doğru. 4-də deyir ki, bəzi abzaslar özündən əvvəlki abzasın tərkibində də verilə bilər. Bu abzas məsələsinə çox diqqət etmək lazımdır. Xüsusilə mətn yazan, mətn üçün sual tərtib edən şəxslər üçün. Bəzən mətnin müəllifi abzası belə deyək, ehtiyac olmadan fikri yeni abzasdan verə bilir və yaxud yeni abzasda verilə bilən fikri növbət elə eyni abzasın daxilində vermiş olur. Və burada siz o cür bir hala rast gəlirsiniz. Məsələn, burada bax gördüyünüz abzasları nömrələyirəm. 1, 2, 3, 4, 5, 6, 7. Bax bu üçüncü abzas, ikinci abzasın arxası ilə verilə bilər. Niyə verilə bilər? Yazır ki, ikinci abzasda yazıb ki, hər bir ölkənin özünə məxsus coğrafi mövqeyi var. Coğrafi mövqeyi ölkənin digər dövlət və coğrafi obyektlərə, okean, dağ və s. nəzərən yerləşməsidir. Ölkələr okean və dəniz sərhədlərinə malik olduqda, onların coğrafi mövqeyi əlverişli hesab edilir. Üçüncü abzasda nə danışır? Su sərhədləri olmayan və ya dağlıqda yerləşən ölkələrin coğrafi mövqeyi əlverişsiz. Yəni, bu iki abzas, ikinci və üçüncü abzasda eyni məsələdən danışıldığı üçün, üçüncü abzas, ikinci abzasın arxası ilə verilə bilər. Və yaxud 4-dən 5 bir yerdə verilə bilər. Niyə? 4-cü abzasda deyir ki, adətən həmsərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir. Sərhədlər təbii obyektlərdən, sıra dağlar, çaylar, göl sahilləri boyunca keçə bilər. Və 5-ci abzas nədir? 5-ci abzasda hələ sərhədlərdən danışılır. 5-ci abzasda isə deyir ki, qonşu ölkələr arasındakı sərhədlər razılaşdırıla bilmədikdə onlar arasında mübahisə, hətta münaqişə də ola bilər. Deməli, 5-ci abzas 4-cü abzasın arxasında verilə bilər. Buradan da 4-cü fikrimizin də düz olduğu məlum olur. Deyir, bəzi abzaslar özündən əvvəlki abzasların tərkibində də verilə bilər. Yəni, 3-cü abzas, 2-ci abzasın arxası ilə,
5-ci abzas 4-cü abzasın arxası ilə birlikdə bir abzas şəklində verilə bilərlər. Demək, bu fikir də doğrudur. Yenə deyirəm, bu abzas məsələsi biraz subyektivlik özündə əks elətdirən bir məsələdir. Yəni, bəzən müəllif yeni abzasa düşür, düşmək də olar, düşməmək də olar. Fikri abzasdan vermək də olar, verməmək də olar. 5-ə baxırıq, deyir mətndə abzasların ardıcıllığı pozulmuşdur. Xeyr, biz bu mətni oxuyanda elə bir şeyə rast gəlmirik. Yəni, abzasların ardıcılığı, yəni düşünə bilmərik ki, burada hər hansısa bir abzasın yerini dəyişmək lazımdır. Demək, 2-ci və 5-ci fikirlər səhv oldu, doğru fikirlər 1, 3, 4 oldu. Cavab doğru, cavabımız B variantı. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.